Vali Peyğəmbərə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ali Muhammed. Bugünkü mövzumuz inşallah halal ruzu barəsində olacaq. Allah-u Müteal Quran-ı Kərimdə bir neçə ayələrdə Peyğəmbər və Əhl-i Beyti öz kəlamlarında insanları halal ruzu tələb etməyə şövqləndirib və haramdan əl götürməyə, çəkinməyə əmr edib. Quran-ı Kərimdə Allah-u Müteal buyurur: Ya eyyuhənnas, ey insanlar, kulu mimma fil ardı halalan tayyiban, yerdə olan halal və pak ruzulardan yeyin, istifadə eləyin və haramdan və la ta'kulu amvalakum beynakum bil batil, və mallarınızı haram üzərində istifadə etməyin. Başqa bir ayədə buyurur: həqiqətən xəbislə pak eyni ola bilməz. Hətta həmin o xəbis olan, haram olan şeyin çoxluğu səni təəccübləndirsə belə, yenə də pakla xəbis bir deyil. Heç bir zaman Allah dərgahında halal ruzu ilə haram eyni deyil. Bir insanın əlinə gətirilmiş az olan halal ruzu Allah-u Mütealın dərgahında çox olan haramdan daha dəyərli və qiymətlidir şey. Bunun müqabilində Allah-u Müteal həm qazancına görə, həm istifadəsinə görə onun üçün savab yazır. Amma çoxun müqabilində həm qazandığına görə, həm istifadəsinə görə günah yazır. Odur ki, Həzrət Əmir əl-Müminin əleyhissalamdan gəlmiş bir kəlamda o Həzrətin belə dediyi buyurulur ki, Həzrət buyurur ki, qəbirdən qaldırılandan sonra qədəmləriniz 4 yerdə lərzəyə gələcək. Onlardan birincisi sizdən ömrünüzü nəyə sərf etməyiniz barəsində soruşulandadır. Sənə bu həyat bəxş olundu, nəyə sərf elədin? İkincisi, cavanlığını xüsusi olaraq nəyə sərf elədin? Cavanlıq insan ömrünün elə bir mərhələsidir ki, həm vacib, gözəl əməllər üçün istifadə edə bilər, qüdrəti var, taqəti var, həm də haram işlərdə qüdrəti, taqəti var. Ona görə bu halda insanın etdiyi əməllərin xeyirdirsə, xeyrindən, şərdirsə, şərrindən Allah yanında xüsusi əhəmiyyəti var. Cəza baxımından artıq cəzalandırılıb, mükafat baxımından artıq mükafatlandırılmaq cəhətindən. Cavanlığını nəyə sərf elədin? Üçüncüsü isə ruzuvu hardan qazandın və hara sərf etdin? Belə deyil ki, əlimə düşdü, mənimdir. Mən qazanmışam, hara gəldi sərf eləyə bilərəm. Əziyyətini mən çəkmişəm, necə istəyərəm, istifadə eləyərəm. Həzrət buyurur ki, ruzuvu hardan qazanıb və hara sərf etməyin barəsində qiyamət günü sorğu-sual olunacaqsan. Bu baxımdan Əhl-i Beyt əleyhimussalam insanları daim halal ruzu qazanmağa təşviq eləyib ki, bu ruzu haramdan ələ gələndən sonra nəyə istifadə eləyirsənsə elə sənin üçün günah yazılır. Çünki qazandığın haramdandır. Oğurladığın mal sənin malın deyil. Sənin olmayan bir şeydən istifadə eləyə bilməzsən. Oğurluq malı nəyə sərf eləsən, yetimə də versən, nə bilim, ehsan da versən Allah yolunda, nə edirsən elə, ancaq və ancaq günah qazanmış olursan. Niyə? Sən özünün olmayan bir maldan sahibinin icazəsi olmadığı halda istifadə edirsən. Rüşvət onun kimidir, qumardan gələn mal onun kimidir, haram şeylərin alqı-satqısından, şərabın, nəcisin alqı-satqısından gələn gəlir onun kimidir. Bütün haram qazanclardan ki, insan xeyrə belə istifadə eləsə, günahdan başqa bir şey qazanmır. Ona görə təşviq olunub ki, ruzunuzu halaldan qazanın, halal elə gətirin. Ki, budur insanın əməllərini dəyərə mindirən. Haramdan qazandığın pulla
və ya haram olan pulla libas alıb namaz qılsan yenə günah eləyirsən. Namazın batıldır. Həmin o libasda qıldığın namaz batıldır. Ona görə Əhl-i Beyt əleyhissalam xüsusi olaraq təkid eləyib mallarımızın haramdan qorunmağına. Qurani Kərim xüsusi olaraq təkid eləyir ki, insan ruzusunu halaldan ələ gətirsin. Həzrəti İmam Sadiq əleyhissalam buyurur ki, "Mən talabər rizqə fid-dunya isti'fafan anin-nas." Hər kim dünyada insanlardan ehtiyatsız olmaq üçün, yəni başqasına ağız açmamaq üçün, halal ruzu ələ gətirmək üçün çalışsa, və ta'attufan ala cari və öz ətrafındakılara ehsan eləmək üçün, qonum qonşusuna yaxşı davranmaq üçün halal ruzu dalınca getsə, öz əhli əyalının məişətini gözəlləşdirmək üçün, ailəsinə gözəl baxmaq üçün halal ruzu dalınca getsə, laqiyallahu yawmal qiyamə və vəchuhu kal-qamari leylətəl bədr. Qiyamət günü Allah qarşılaşanda, yəni Allahın huzuruna gətiriləndə onun üzü 14 gecəlik ay kimi olar. Yəni bir növ desək, üzü ağ olar Allah dərgahında. Niyə? İnsan var ki, özünün ehtiyacı yoxdur. Əlində olan onun öz məişətini təmin eləməyə kifayət eləyir. Amma ətraf üçün çalışır, qonum qonşu üçün çalışır ki, bu mənə bəs eləyir. Amma filan kəsin məsələn işləmə qüdrəti yoxdur. Bu biraz da artıq ələ gətirim, ona da kömək eləyim. Və ya filan fəqir füqaranın işləmə qabiliyyəti yoxdur, ruzu qazanmaq imkanı yoxdur. Artıq ələ gətirməklə onların ruzusunu bir növ desək, öz öhdəsinə götürür ki, bu insan həqiqətən kərim insandır, kəramətli insandır. Həzrət buyurur ki, Əmir əl-Müminin əleyhissalam, "Ər-rizqu rizqan", ruzu iki cürdür. Rizqun tətlubuhu, bir ruzu var ki, sən onun dalınca gedəcəksən. Yəni evdə oturum, Allah mənim ruzumu yetirəcək, elə bir şey yoxdur. Allah sənin üçün ruzu qərar verib ki, sən düşüb onu axtarmalısan, dalınca getməlisən, əziyyətini çəkməlisən. Həzrət buyurur, ruzu iki cürdür, onlardan biri sən onun dalınca gedəcəksən. Və rizqun yətlubukə, və ruzu da var ki, o sənin dalınca gələcək. Harda olsan, onu səndən başqası yiyə bilməyəcək. İmam Sadiq əleyhissalamdan biri soruşdu ki, ey Peyğəmbər övladı, həyatını hansı əsas üzərində qurub yaşayırsan? Həzrət bir neçə şey buyurdu ki, 4 dənə şey üzərində həyatımı yaşayıram. Onlardan biri, əmin oldum ki, bildim ki, mənim ruzumu məndən başqa heç kim yeməyəcək, arxayın oldum. Ölüm mələyinə, ruzu mələyi xəbər göndərir ki, bunun dünyada yeməyə ruzusu qalmayıb. Bundan sonra ölüm mələyi özü gəldi əhyan əşrəfindən göndərir ki, get filan kəsin canını al. Sən bu dünyada Allahın sənin üçün yazdığı ruzunu yeməmiş getməyəcəksən. Həzrət buyurur ki, bildim ki, mənim ruzumu, mənim yeməli olduğum şeyi məndən başqa heç kim yeməyəcək. Ona görə də ruzudan arxayın oldum. İmam əleyhissalam buyurur ki, ruzu var ki, sən onun dalınca gedəcəksən və ruzu var ki, o sənin dalınca gələcək. Qufeylə namazının duasında ki, qunutunda ki, deyirsən, Quran-ı Kərimin ayəsidir. Torpağın dərinliyindəki toxumu cüzərdən odur. Yəni, o toxumun da suyunu, qidasını yetirən Allahdır. Hər bir halda Allah öz yaratdıqlarının ruzusunu öz öhdəsinə götürüb. Amma və lakin فَإِنْ أَنْتَ أَتَيْتَهُ مِنْ حِلِّهِ بُورِكَ لَكَ فِيهِ Əgər sən o ruzuya halal yolla getsən, Allah ona bərəkət verəcək. Haram yolla getsən, Allah-ı Teala bərəkətini əldən alacaq. İnsan var ki, az bir malla həyatını təmin eləyə bilir, keçinəcəyini idarə eləyə bilir. Bəzən də adam heyrətdə qalır ki, bu insan bu gəlirlə necə öz ailəsini, məişətini təmin eləyə bilir. İnsan da var ki, 5.000 manatda maaş almış olsa, yenə borc xərcisindədir. 10.000 manatda maaş alsa sabah, yenə borc xərcisində olacaq. Ona görə ki, bu insan nəfsinin istəkləri ilə tələbatlarını uyğunlaşdıra bilməyib. Həzrət buyurur ki,
Allah sənin üçün ruzu qərar verib, birinin dalınca sən getməlisən. Biri harda olsan səni tapacaq, amma hər bir halda. Halaldan ələ gətirsən, çünki bu təyin olunmuş ruzunu insan halaldan da ələ gətirə bilər. Haramdan da ələ gətirə bilər. Allah sənin üçün ruzunu qərar verib, onu ələ gətirmə yolunu sənin ixtiyarına buraxır. İmtahan eləyir səni. Deyir, bax, filan yolla qazanma, oğurluqla qazanma, qumarla qazanma, başqa haram yollarla, rüşvətlə qazanma. Əgər sən o ruzunu, təyin elədiyi ruzunu, onsuz da o sənin haqqında səndən başqa heç kim onu istifadə edə bilməyəcəkdi. Haramdan ələ gətirsən, Allah onun bərəkətini əldən alır. Ona görə haram qazanc bərəkətsiz olur. Ya xəstəliyə, davaya, dərmana gedir, ya nə bilim, necə gəlib getdiyi bəlli deyil. Allah haramda bərəkət qərar vermir. Buyurur ki, Əmir-əl-Müminin, əgər o ruzunu halaldan ələ gətirsən, Allah ona bərəkət verəcək. Az olan malını bərəkətləndirəcək. Həzrət məruf bir qissədir, məşhurdur, mümkün də eşitmisiniz. Həzrət Rəsul-i Əkrəm əshabı ilə bir yerdən keçirdi, bir nəfər göndərir əshabından ki, çobandan bir şey istə, ki, nəsə versin, azlığımızı aradan aparaq. Gedir, gəlir, deyirsin, ya Rasulallah, heç nə vermir. Aralanırlar, bir başqasının yanından keçəndə, sürünün yanından keçəndə, Həzrət əshabından bir nəfər göndərir ki, gedir, sürünün yəsindən, çobandan bir şey istəsin, azlığımızı aradan aparaq. Ki, bunun da sürüsü o birisindən nisbətən çox az idi, bir şey də yox idi. Amma olanından Peyğəmbər üçün, o az insanlar üçün, ətrafındakı səhabələri üçün bir şeylər ki verir, Həzrət Peyğəmbər birincidən aralananda ona dua eləyir ki, Allah malını çox alsın. İkincidən aralananda buyurur ki, Allah malıma bərəkət versin. Səhabələri təəccüb edir ki, ya Rasulallah, onun üçün malı filanı çox idi, onun üçün dadı çoxluq dilədi. Bunun üçün bir şey yox idi, buna bərəkət dilədin. Elə olmazdı bunun malının çox almağını istəyəsən. Həzrət buyurur ki, onun malı çox da olsa xeyrini tapmayacaq. Amma bərəkət elə bir şeydir ki, bunun malı az da olsa, Allah ona bərəkət versə, o onun üçün daha xeyirlidir. Bərəkətlə malın çoxluğu ayrı-ayrı şeylərdir. Allah-u Teala'nın bərəkət verdiyi mal bir növ desək, insanın nəfsi və ehtiyaclarına bir növ desək, uyğunlaşdırılmış maldır. Allah sənin nəfsivi, sənin ehtiyaclarını bildiyi üçün sənə elə bir ruzu verir ki, həmin o nəfsi, imanı aradan aparmasın. Bəzən ruzu çox olanda, insanın malı, dövləti çox olanda imanına bədəl olur, imanını əldən alır. Ona görə bərəkətlə çoxluq ayrı-ayrı şeylərdir. Həzrət buyurur ki, İnnəl haramə la yunmi. Haram heç vaxtı inkişaf etməz, artmaz. Nə qədər çox belə olmuş olsa, yenə də haramın bərəkəti yoxdur, inkişafı yoxdur. Və innəmə ləm yubarək fi. Əgər artmış belə olsa, bərəkəti olmaz. Əvvəla haram ruzu artmaz. İndi birdən artmış olsa, bir istisnai hal qabağa gəlmiş olsa, haram ruzu artmış olsa, bərəkəti olmaz. Necə gəlib, necə getdiyi bilinməz. Hara sərf olunduğu bilinməz. Salavat şişirlə Peyğəmbər varı Peyğəmbər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Həzrəti Peyğəmbər Əkrəmdən nəql olunmuş bir kəlamda o həzrətin belə buyurduğu deyilir. Mən iqtəsəbə malən min qeyri hilli. Hər kim malını, rozusunu halal olmayan yoldan ələ gətirsə, kanə zadəhu ilənnar. Nə qədər çox haramdan ələ gətirsə, o qədər onun cəhənnəmdə odunu, atəşini çoxaldar. Başqa bir yerdə Peyğəmbər Əkrəm buyurur, Mən ləm yubali min əyyi babin iqtəsəbəd dinara və dirhəm. Hər kim dinar dirhəmini, yəni rozusunu hansı qapıdan ələ gətirdiyinə önəm verməsə,
Fərqi yoxdur da, halal olsun, haram olsun. Əsas odur ki, qazanırsan. Əsas odur ki, ac deyilsən. Yox, Həzrət buyurur ki, iki şeyi qorusaz, mən sizin üçün cənnətə zamin olaram. Bir dilinizi haramdan qorusaz, bilirsiniz nə qədər haramların, günahların qapısını açır. Qeybəti olsun, yalanı olsun, söz gəzdirməyi olsun, böhtanı olsun və s. Bir dilinizi haramdan qoruyun, bir də bətninizi haramdan qoruyun. Qarnınıza haram qida göndərməyin. Cənnətə zamin olaram sizin üçün. Həzrət buyurur ki, hər kim dinar dirhəminin hardan gəldiyini önəmsəməsə, yəni əsas odur ki, qazanıram. Halaldır, haramdır, önəmli deyil. Ləm ubali yevməl qiyamə min eyyi əvvabin nar ədxəltuhu. Hədis-i qüdsüdür. Peyğəmbər Allah-u Teala'nın bir növ desək sözünü deyir ki, Allah buyurur ki, hər kim malının hansı qapıdan gəldiyini önəmsəməsə, qiyamət günündə onun cəhənnəmə hansı qapıdan daxil edəcəyimi önəmsəmərəm. Yəni ona necə önəmli deyildi, ruzum halaldan gəlir yoxsa haramdan, mənə də önəmli deyil cəhənnəmə hansı qapıdan daxil olur. Əsas odur ki, cəhənnəmə daxil olur. Peyğəmbər Əkrəm buyurur ki, üzr istəyirəm, İmam Muhammed Baqir əleyhissalam Zukirə indəhu racul. O həzrətin yanında bir şəxsin adı çəkildi. Fəqalə innər raculə idə əsabə malən min haram ləm yuqbəl minhu həccun və la umrə. İmam əleyhissalam buyurur ki, əgər bir kəs haram yolla ona bir mal gəlmiş olsa, ondan istifadə edərək əməllərini yerinə yetirsə, ləm yuqbəl minhu həccun və la umrə. Onun nə həcci qəbul olunar ondan, nə ümrəsi qəbul olunar. Və la silətu rəhmin, nə qohum-əqrəba münasibətlərinin bərpası. Ömrü uzadan şeylərdən biri qohum-əqrəba ilə münasibətləri bərpa eləməkdir. Bu insandan bu xeyir əməllər qəbul olmaz. Hətta innəhu yəfsudu fihil fərc. Ta o vaxta qədər ki, digər günahlara da qapı açar. Artıq zinaya filana, bu kimi şeylərə bir növ desək, səbəb olar. Haram qazanc bir yerdən sonra, əgər namaz, oruz, həc filan bu kimi əməllərin qəbul olmamağına səbəb olursa, bir yerdən də sonra artıq ətə qana yayılandan sonra haram işlər üçün qapını açır, zinaya şövq eləyir. Bəzi haram əməllər, hər bir əməlin insan həyatında təsiri var da, haramların da həmçinin haram yeməyin insan həyatında səbəblərindən biri, gətirib çıxaracağı nöqtələrdən biri, bir yerdən sonra insanı çirkin əməllərə, zinaya və s. kimi şeylərə mübtəla eləyər, fərqində də olmadan. Bir dənə də hədis deyim, sözü tamamlayım. Peyğəmbər Əkrəm buyurur, mən əkələl halal, qamə alə rəsihi mələkun. Hər kim halal ruzu qazansa, halal yemək yesə, onun başının üzərində bir mələk dayanar. Yəstəğfiru ləhu həttə yəfruğa min əkli. Ta o təamını tamamlayana qədər mələk onun üçün istiğfar eləyər. Niyə? Bu yediyini halaldan yeyir. Haram yemir. Oturmuşsan süfrəyə, sən öz təbii ehtiyacını ödəyirsən, aclığı var adan aparırsan. Amma üçün onu halaldan qazanmısan, halal yolla ələ gətirmisən, Allah-u Teala mübah olan ki, yemək yemək mübah bir şeydir də. Nə vacib deyil şəriətimizə görə, nə haram deyil şəriətimizə görə. Əgər haram olmamış olsa da haram şeylərdən yeməsən. Nə müstəhəbbliyi yoxdur, nə də